Sürücülərin küçə və prospektlərdə avtomobillərini park edən zaman qarşılaşdıqları çətinliklərdən danışacağıq. Sürücü avtomobilini park etmək istəyir, amma yenə də cərimələnir. Səbəb nədir? Əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Parkomat vasitəsilə də ola bilər alternativ və milli ön vasitəsilə də bunu həyata keçirmək mümkün ola bilər. İnternetim olmur, başlayıram başqa qıraq yer axtarmağa. Bu paytaxt sakini kimi bəlkə də gün ərzində onlarla sürücü mobil telefonunda internet olmamasına, bank kartından ödəniş edə bilmədiyinə görə cərimə olunur. Asparkın fəaliyyətə başlayandan qısa zaman sonra sürücülərdən qanunsuz pul yığan sarıciletlərin fəaliyyəti dayandırılmaqla yanaşı, parklanmaya görə sürücülərdən nağd ödənişin alınması tarixə qovuşdu. Lakin AYNA tərəfindən 2 ildir idarə olunan Aspark ilə sürücülər arasında problemlər bitib tükənmək bilmir. Bunlar içərisində parking zamanı qeydiyyata alınma və ödəniş mərhələsində yaranan çətinliyə görə sürücülərin cərimə olunması da birincilər içərisindədir. Və smart telefonu olmayan və bank kartından istifadə etməyən sürücülər Asparkin tətbiq olunan küçələrdə avtomobilini necə saxlamalıdır? İnternetin yoxdursa da heç nə eləyə bilmirsən. Yəni başqa yolun yoxdur. Saxlasan uca cəriməliyirlər. Ekspertlər sürücülərin parklanma zamanı qarşılaşdığı problemləri və ən əsası ödəniş mərhələsində yaranan çətinliklərin aradan qaldırılması üçün Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni alternativ ödəniş üsullarının yaradılmasını, sistemin daha da təkmilləşdirilməsini təklif edir. Ola bilər ki, bu sistemə yeni bir parkomat sistemini də bəlkə də inteqrasiya etmək mümkün ola bilər. Bunu yaxşı oturub düşünmək lazımdır. Biz özümüz də Asparkingə təkliflərimizi verərik bununla bağlı. Əgər vətəndaşlar düşünürsə ki, alternativ sistem də olmalıdır, təbii ki, bu Asparking sistemi çərçivəsində, onda bu haqda düşünməyə dəyər. Bəs Yerüstü Nəqliyyat Agentliyi sürücülərin bu istiqamətdə qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün hansı addımı atacaq? Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədi ilə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Parklanmaya görə ödənişin edilməsi üçün vətəndaşlara 2 müxtəlif üsul, mobil tətbiq və SMS xidməti təqdim olunub. Yol hərəkəti haqqında qanuna əsasən parklanmaya görə ödənişin həyata keçirilməsi üçün parkomatların olması mütləq deyil. Qeyd edək ki, küçə parklanma yerlərinin istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Qaydalara görə Bakı şəhərinin mərkəzində birinci zonada parklanmanın qiyməti 1 saat üçün 1 manat, digər zonalarda müvafiq olaraq 1 saat 70-40-30 qəpik hesablanır. Yalnız 5-ci zonada parklanma ödənişsizdir. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Avtomobil 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək. Eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Rəşad Vəkiloğlu, Nadir Cəllov, Space xəbər.